Bizim cəmiyyətimiz mənəvi dəyərlərinin dəyişilməz olduğuna inanır və buna görə də onları öz hüquqlarından uca tutur. Təfəkkürümüzün mərkəzində olan narrativlər adını mənəvi dəyər qoyduğumuz qadağalardır, hüquqlar deyil. Biz hüququ başqalarına verəcəyi azadlığa görə dəstəkləmirik. Hüquq yalnız şəxsimizə azadlıq verəndə bizdən ötürü dəyər statusu qazanır. Fikrimizi yekunlaşdırsaq belə bir tezis ortaya çıxacaq. Azadlıq hüquqi anlayışdır. Biz onun hüquqi olmayan növünü istəyirik. Əlbəttə, mənəvi dəyərlər bir zamanlar hüququn işini görürdü. Amma bu gün artıq mənəviyyat şəxsi məsələdir, ümumi olan hüquqdur. Vicdan şəxsi məsələdir, ümumi olan qanundur. Əxlaq şəxsi məsələdir, ümumi olan etikadır. Çağdan çağa keçid baş verdikdə mənəviyyat da, hüquq da çağın tələbinə uyğunlaşdırılır. Məsələn, əcdadlarımızın ailə namusu anlayışı ilə müasirlərimizin ailə namusu anlayışı bugün tamamilə bir-birinə ziddir. Mülkiyyət anlayışı formalaşana qədər toplumda ailə namusu deyilən bir anlayış yox idi. Ulu analarımız qız vaxtı bəkarətlərinin pozulmasına görə deyil, adlarının el arasında qısır sonsuz çıxmasına görə narahat olurdular. Çünki kişilər evlənərkən bakirə deyil, ana olmaq bacarığını sübut etmiş qızlara üstünlük verirdilər. Bəkarət ailə qurmaq üçün vacib şərt yox, ciddi əngəl idi. Bu barədə Amerika filosofu Will Durant öz Mədəniyyətin Təməlləri kitabında yazır. Bu əngəli aradan qaldırmaq üçün müxtəlif xalqlar müxtəlif yollara əl atırdılar. Məsələn, Tibetli analar qızlarının bəkarətlərini pozdurub ərə vermək üçün yoldan keçənlərə yalvarırdılar. Malabarda, Filippində gəlin köçən qızın ər evində rüsvay olmaması üçün bəkarətini ata evində pozdurmaqdan ötürü qız evi yad bir kişi kirayələyirdi. Mülkiyyət anlayışı formalaşanda irsi kimlik deyə bioloji olduğu qədər də iqtisadi önəmi olan bir dəyər ortaya çıxdı. Və kişilər tikdikləri evlə, əkdikləri tarla ilə yanaşı evləndikləri qadınları da, o qadınlardan doğulan övladlarını da icmadan ayırıb başqalarına yasaqladılar. Çünki ortada artıq şəxsi mülk vardı. Beləliklə, min illər ərzində formalaşmış qədim ailə namusu anlayışı tam tərsinə çevrildi.